Assalamu alaikum əziz izləyicilər. Bugünkü kombimiz Baxi. Kombimizdə bir sürü problemlər var idi. Kombinin sönük olduğu için kombi neçə gün şaxtalı havalarda sönük olduğu için arka tərəfdə esenjorun deməli sandikindən partlamışdı. Onu təmir ettik. Ondan sonra gördük ki kombinin manometri işləmir. Bunu da değiştirdik. Ve sonra gördük ki suyu vurduk. İşbar klapan saxlamır. Bu da değişilməli oldu. Ve bir de kombiye hava vuruldu. Ondan sonra kombimiz şükür Allah'a tam qaydasında işləyir. Koymuşuq 60'a. Gəlir yığır 65 dərəcəni və fasiləyə gedir. 45 dereceye düşəndə yenidən otlanır. Müştərimizə xeyirli olsun. Assalamu alaikum.